Salam. X və Y qarşılıqlı sadə ədədlər üçün X böl Y 27 verib 0,2 dövrdə 26. Yəni çevirsək X böl Y bərabər 90-da 26 çıx 2. Yəni 90-da 24. Yenə yazırıq X böl Y bərabərdir. 90-da 24-ü ixtisar aparsaq neçə ixtisar apara bilər? 2-yə bölsək 12 bölünsün 45. 3'e də bölsək 4 böl 15. Deməli x olacaq 4, y də olacaq 15. X, y hasilini istəyərsə, bu da olacaq 4 vur 15, yəni 60. 28-ci sual. Məxrəci 5280 olan düzgün kəsirlərdən neçəsini sonlu onlu kəsr şəklində göstərmək olar. Deməli, nə edəcəyik biz? Birinci 5280-i sadə vuruqlara ayırıq. 2. Ayrı nə olur? 2, 6, 4, 0. 2'ye böldük. 1, 3, 2, 0. 2'ye böldük. 6, 6, 0. 2'ye böldük. 3, 3, 0. Sonra 2'ye böldük. 165. 3'e böldük. 55. 5'e böldük. 11. 11'e böldük. 1. Deməli olacaq 2'den neçə dənə? 5 dənə. 3 üstü 1, 5 üstü 1 ve 11 üstü 1. Geldi burada söhbətə. Deyir ki, məxrəci 5280 olan düzgün kəsrlərin neçəsi sonlu onluq kəsir olur. Deməli, sonlu olması üçün burada yalnız 2 və 5'lər qalmalıdır. Yəni 2 üstü 5 vurulsun 5 üstü 1. Bərabər oldu neçə? 160. Cavabımız isə 159 olacaq. Deyəcəksiniz niyə? Çünki məxrəci 5280 5280'de 5280'i götürmürük. Çünkü düzgün olmayandır. Ona göre 160'dan birini çıxsa qalacaq 159. 29. Deyir məxrəci 3300 olan 29'da düzgün kəsirlərdən neçəsi sonlu onlu kəsr göstərilə bilər. Deməli biz 3300'ü sadə vuruqlara ayırsaq 2'ye böldük. 1, 6, 5, 0. 2'ye böldük. 8, 2, 5. Sonra neye bölebilirik? 3'e bölebilirik. 2 dəfə 27, 5. 2'ye 3'e bölenmedik. Keçdik 5'e bölək. 55. 5'e bölək. 11. 11'e böldük 1. Deməli 2 üstü 2, 3 üstü 1, 5 üstü 2 vur 11 üstü 1. Yine sualın özünə qaydanda deyir ki, məxrəci 3300 olan düzgün kəsirlərdən neçəsi sonlu onluq kəsirdir? Yəni 2 üstü 4 vur 5 üstü 2'ni yazdık. Neçə elədi? Oldu 100. Cavabımız isə 99 olacaq. Deyəcəksiniz niyə? Düzgün kəsir dediği için 3300'de 3300'ü götürmürük. 100'den de 1 çıxsa qalacaq 99. 30. sualımız. N'in neçə tam qiymətində, bax bura çox diqqət edirik. Tam qiymətində cavabımız tam ədəddir. Deməli burada biz ayrı-ayrı kəsirlərdə yazsaq 3n kvadrat böl n, üzerine gel 5n böl n, çıx 12 böl n. O da bərabərdir. 3n üzerine gel 5 çıx 12 böl n. Deməli n'in qiymətləri 12'ye neye bölmək olar? 1'e, 2'ye, 3'e, 4'e, 6'ya, 12'ye. Ama cevabımız bunlar değil. Eyni zamanda mənfilərini də götürməliyik. Mənfi 4, mənfi 6 və mənfi 12. Neçələr oldu? 1, 2, 3, 4, 5, 6. 6 da burada. Deməli cevabımız neçə olacaq? 12. 31. Deyir A və B rəqəmləri üçün, yəni rəqəm olmalıdır. 0,31'də B dövrdə A. Bunu çevirəndə nə baş verir? 90'da BA ədədi çıxılsın B bərabərdir 9'da 4. Təbii ki bunlar ixtisar apara bilərik. Burada 10 qalır. Deməli BA ədədi çıx B bərabərdir 40'a. Buradan biz B'ni nə tapa bilirik? Diqqətli olun. Yəni bundan çıxsaq nə qalacaq? Baxırıq ki B'miz 10B üstə gəl A çıx B bərabər 40'a. Buradan alırıq ki 9B plus A bərabərdir 40'a. Deməli A da B də 4'e bərabər olmuş olur. Çünki nə olacaq? 36 üstə gəl 4 40 eləyəcək. Yəni bizdən 9B plus A-nı istəyir. Onsuz da onu biz bayaqdan tapmışdıq. Cavabımız neçə olacaq? 40 olmuş olacaq. 32. Çox maraqlı sualda. Baxaq görə nə veribdir. Deyir ki 32'də 1 böl 0 tam dövrdə A. Biz bunu çevirəndə
9'da A yazsaq, üzərinə gəl 1 böl 0,0 A. Yəni 90'da A, üzərinə gəl 1 böl 900'də A. O da bərabərdir. Bu 9 sürətə qalxsa 9 böl A qalır. 90 böl A qalır. O birisi ise 900 böl A olur. O da bərabər olur. A'da 999. Deyir ki, bu ədədi 333'e bərabər olarsa. Yəni biz bunu bərabərdir 333 eləsək, bunun məxrəci 1 olduğu üçün A da olacaq 3. Çox gözəl bir sual. Deməli burada cavabımız oldu neçə? 3. 33. Deməli 33'də deyir ki, verilmiş kəsirlər uyğunluğu müəyyən edin. Birinci, baxın, birinci deyir ki 7A3 böl 772 düzgün kəsirdir. Deməli bunun düzgün ola bilməsi üçün A nə olmalıdır? 1, 2, 3 yazırıq. A nə olmalıdır? 7'den kiçik olmalıdır. Deməli birinci üçün A 7'den kiçikdir. Sonra düzgün ola bilməsi üçün baxın ikincidə A 7, 8, 7, A 7. Burada düzgün ola bilməsi üçün A kiçik olmalıdır 7'den. Eyni zamanda A 0 ola bilməz. Yəni 0'dan böyük olmalıdır. Doğru, belə yaza bilər. A 0'dan böyük olmalıdır. 7'den kiçik olmalıdır. Üçüncü, düzgün olmayan kəsir ola bilməsi üçün, düzgün olmayan surət məxrəcdən böyük olmalıdır. Deməli A 7'den böyük bərabər olmalıdır. Gəlin cavablara baxaq. A bəndi. A'nın ən kiçik qiyməti 7'dir deyir. A'nın ən kiçik qiyməti 7'den böyük bərabərdirsə, 1'ə nə yaza bilirik? Ən kiçik qiyməti 7'dirsə, 1'ə daha doğrusu A böyük bərabər 7 almışıq. Doğrudur mu? 3'ə yazdıq A bəndi. Bunu tapdıq. A'nın deyir A'ların cəmi 24'dür. Gəlin baxaq görək. 7'den kiçik olan ədədlərin cəmi 1, 2, 3, 4, 5, 6 cəmi 6 vur 7 böl 2. Cəmi 24 elmi? Xeyr. 1'də eləmir. 2'də eləmir. 3'də baxaq görək. 7'den böyük 7, 8, 9 ola bilər də, bunlar ola bilər. Doğrudur. Bunları toplayanda da 15, 24 eləyir. Deməli 3'də biz nə aldıq? B bəndini də almış olduq. A, B oldu. Bunlar ikisi buna uyğun. C bəndə baxaq. A'nın ən kiçik qiyməti 1'dir. Bu 2'ye uyğundur. Deməli 2'ye C bəndi uyğun oldu. Niyə? 0'dan böyükdür, amma 7'den kiçikdir. C bəndə getdi. A, B, C'ni tapdıq. D bəndi. A'nın ən kiçik qiyməti 0'dır. Hansında var? 1'də var. Niyə? 1'də 0 ola bilər. Deməli 1'ə D bəndi yazdık. Keçdik Y bəndinə. A'ların sayı 7'dir. 1'də biz baxırıq ki 7'den kiçikdir, amma 0 da ola bilər. Yəni 0, 1, 2, 3, 4, 5, 6. Burada da 7 dənə olduğu üçün Y bəndi yazdıq. Deməli 33-cü sualımız oldu. 1 D, Y, 2'ye C, 3'e de A, B yazmış olduq. 34. Deyir uyğunluğu müəyyən edin. Gəlin baxaq. Deməli 34'də birincisi deyir ki 0 tam dövrdə A üstəgəl 0 tam dövrdə B. Biz bunu belə yaza bilərik mi? 9'da A üstəgəl 9'da B, ortaq məxrəc olsa 9'da A üstəgəl B yazdıq. Keçdi məxrəcə 0 tam A üstəgəl 0 tam B. Bu isə 10'da A üstəgəl B'dir. Burada A üstəgəl B'lər getsə 9'da 10 qalır. Düz oldu mu? 2 0 tam A üstəgəl 0 tam B. Biz bunu yazabilirik. 10'da A üstəgəl B bölünsün. 0 tam dövrdə A yazmayıb. Elə bu 99'da AA'da olar. Ama biz 9'da da yaza bilərik. Çünki A davam elədiyi üçün biz bunu 9'da A üstəgəl B yazsaq, burada A üstəgəl B'lər gedir, qalır 10'da 9. Üçüncü, A tam 9'da A üstəgəl B tam 9'da yazmaq olar. Biz de bunu yazabilir mi? A üstəgəl B üstəgəl 9'da A üstəgəl B bölünsün 9'da A üstəgəl B. O da beraber olur. Yukarıda olur. 9'da 10 tane A üstəgəl B böl 9'da A üstəgəl B. O da beraber olur. Neçə olur? 10.
9'lar gedir qalır 10. Gəlin bunun cavablarını yazaq. Deməli 1, 2, 3. Bir de deyir ki sadələşdirdikdə 10 alınır. Hansı? 3'e yazdıq A bəndi. Bunu tapdıq. Sadələşdirdikdə düzgün kəsir alınır. Düzgün olan 2'dir. 2'ye yazdıq B bəndi. 3'e sonra C bəndi. Sadələşdirdikdə 9 alınır. Belə biri yoxdur. Sadələşdirdikdə 0.9 alınır. O da 2'də alınır. Deməli D bəndi 2'ye yazdıq. Sadələşdirdikdə 9'da 10 alınır. Hansı? 1. 1'e de yazdıq Y bəndi. Keçirik 35-ci sualımız. Deyir ki, en natural ədədinin kəsrini düzgün kəsrə çevirən qiymətlərin cəmini tapın. Düzgün olması üçün surəti məxrəcindən olmalıdır kiçik. 3n çıx 2-dən. 3n'i sola keçsə n kiçik olmalıdır 11'dən. Deməli n 11'dən kiçikdir. Amma digər tərəfdən bu kəsir müsbət kəsir olmalıdır. Yəni 4'den çıx 13 sıfırdan böyük olmalıdır. N böyük olacaq 13 böl 4'dən. Yəni 3 tam neçədənsə böyük. Deməli n'in qiymətləri nə olacaq? 4 olacaq, 5 olacaq, 6, 7, 8, 9 və 10 olacaq. Bunların cəmini toplayaq görün neçə eləyər? 10, 15, bu ikisinin cəmi də 15, bunların cəmi də 19. Eləyəcək cəm neçə? 30, 49. Deməli cavabımız neçə olmalıdır? 49 alınır. 36. En natural ədədinin verilmiş kəsri düzgün kəsrə çevirən qiymətlərinin cəmini tapmaq lazımdır. Deməli düzgün kəsr olması üçün 5n çıx 16 kiçik olmalıdır 4n çıx 6'dan. Sol sağ eləsək nə baş verəcək? N kiçikdir 10'dan. Deməli n'ımız 10'dan kiçikdir. Digər tərəfdən 5n çıx 16'da 4n çıx 6'da sıfırdan böyük olmalıdır. Yəni müsbət olmalıdır. Burada nə baş vermiş olur? N böyükdür 16 böl 5'dən. Yəni 3 tam neçədənsə böyük. 10'dan kiçik 4 var, 5 var, 6 var, 7 var, 8 var, 9 var. Bunları da toplayaq görün neçə? Bu oldu 15, bu da oldu 15. 30, o da 9, 39. 37-ci sualımız. A'nın neçə qiymətində 37'də deyir ki, verilən ifadənin qiyməti düzgün kəsir olar. Birinci biz bunu çevirsək 90'da 2A yəni 20 neçəsə çıx 2 üzərinə gəl 90'da A3 çıxılsın A bərabərdir. Yazırıq 90'da bu neçə olur? 20 üstəgəl A budur. Çıx 2 üstəgəl. Bax bu neçədir? 10A üstəgəl 3 çıxılsın A. Buradan da alırıq ki 90'da neçə olacaq? A. Bunlar 7. Qaldı 10A. 20'dən 2 çıxdıq. Üstünə 3 gəldik. Elədi nədir? 21. Bura qədər doğrudur. İndi deyir ki, verilən bu düzgün kəsir olar. Yəni 10A üstəgəl 21 kiçik olmalıdır 90'dan. 10A kiçik olmalıdır. 90'dan 21 çıxsa neçə qalır? 69. Doğrudur. A kiçikdir 6,9'dan. Deməli 6,9'dan kiçik. Neçə qiymət var? 6 dənə. Çünki A'nı biz 0 götürə bilərikmi? Götürə bilərik. Baxın götürə bilərik. Onda neçədən oldu? 7'dən oldu da. Çünki A'nı 0 götürsə, burada 0 dövrdə 3 yaza bilərikmi? Bəli. Yəni A 0, 1, 2, 3, 4, 5, 6. Çünki rəqəm dediyi üçün ən qabağa gəlmədiyi üçün bizim cavabımız olacaq 7. 38. A'nın neçə qiymətində bu kəsiri düzgün kəsir olar? 38'e biz nə edə bilərik? Əslində alt-alta toplaya bilərikmi? Bilərik. Amma gəlin toplamayaq. Yazaq 90'da 40 neçəsə çıxılsın 4. Üzərinə gəl 90'da A5 yəni A neçə oldu bilmirik. Çıxılsın A. O da bərabərdir. 90'da burada olur 40 çıx 4. 36 üstəgəl A üstəgəl. Burada 10A'dan A çıxsa qalır 9'a. Üzərinə gəl 5. O da bərabərdir. Burada olur 10'a üstəgəl 41 böl 90. Bu kəsirin düzgün olması üçün 10A plus 41 kiçikdir 90'dan. Buradan alırıq ki 10A kiçikdir 49'dan. A kiçikdir 4,9'dan.
4 10 9'dan kiçik rəqəmlər 0 var, 1 var, 2 var, 3 var, 4 var. Neçə dənə qiymət oldu? 5 dənə qiymət. Deməli, dərsimiz bu qədər. Uğurlar arzu edirəm. Videonu bəyənib paylaşıb yoldaşlarınızla da bölüşün ki, onlar da faydalanmış olsun.